Bugünkü mövzumuz qeyri-metallar, qeyri-metalların xassələri və allotropiyadır. Metallar biz qeyd etdik ki, elektrik istiliyi yaxşı keçirir, plastikdir və metal parıltısı var. Amma qeyri-metallar onlardan fərqli olaraq elektriki keçirmir, istiliyi keçirmir və yaxud deyə bilərik istiliyi pis keçirir. Kövrəkdir. Deməli, metala deyirik plastik. Metala deyirik nə? Plastik. Plastiklik nədir? Yəni, kənardan xarici qüvvələrin təsiri nəticəsində metalı formasını dəyişə bilirsən, amma dağılmır. Amma qeyri-metallarda isə kövrəklik xassəsi var. Deməli, metal plastikdir, qeyri-metal isə kövrək. Fərqləri budur. Bu metala aid xassədir, plastiklik. Kövrəklik isə qeyri-metal. Kövrək nədir? Toxunan kimi xırdalanır, parçalanır, tez qırılır. Aydındır? Bu da qeyri-metaldan, yəni fərqi. Metal elektrik istilik keçirir, qeyri-metal elektriki keçirmir, istiliyi pis keçirir deyə bilərik. Metal plastikdir, qeyri-metal kövrək xassəlidir. İndi baxaq metalları, metalların görək, qeyri-metalların xüsusiyyətlərinə baxaq. Biz dedik ki, metalların hamısı bərk aqreqat halında olur, bir dənə yeganə civə maye haldadır. Qeyri-metallar isə hər üç aqreqat halında var. Bərk, maye və qaz. Hər üç aqreqat halında deməli qeyri-metala rast gəlirik. İndi baxaq bərk aqreqat halında olan qeyri-metallarımız görək hansıdır. Bərk aqreqat halında olan qeyri-metallar bir tək atomlu var, bir də çox atomlu. Tək atomlu odur ki, yəni ayağında, belə deyək də, lori dildə və yaxud elmi dildə indeksində. İndeks nə idi? Elementin sağ ayağında, sağ küncündə, aşağısında yazılan rəqəm indeksdir. İndeks atom sayını göstərir. İndi bərk halda olan qeyri-metallarımız tək atomlu. Bor, karbon və silisiumdur. Yəni, biz bu qeyri-metalların ayağına, ayaq deyirəm yenə də, indeksinə. Heç nə yaz, sən karbonun indeksini 2 yazsan, deməli, belə yazsan karbonu səhvə yol verirsən. Yəni, karbon bir mənalı bil ki, karbon belə yazılır. Bor təkcə B hərfidir. Təkcə B hərfinə bor deyilir. Bor. Bir də silisiumu da yenə təkcə belə yazırıq. Məsələn, silisiumun ayağına 2 yazsan, səhvə yol verirsən. Karbonun ayağına 2 yazsan, səhvə yol verirsən. Borun indeksinə yenə ayağına 2 yazsaq, səhvə yol veririk. Bu da qeyri-metalların, yəni yazılışında diqqət etdiyimiz məqamlar, etməli olacağımız məqamlar. Bunlar bərk halda olan tək atomlu qeyri-metallardır. İndi çox atomlu bərk halda olan qeyri-metallara baxırıq. Yod, evdə yod işlədirik. Gedirik o yodun üstünə baxırıq hər birimiz. Görürük ki, orada yazılıb yodun 5%li spirtdə məhlulu. Yəni, biz deyirsiniz ki, müəllimə, bəs yod axı maye haldadır. Yod əslində aqreqat halı olaraq bərk aqreqat halındadır. Biz evdə işlətdiyimiz yodun spirtdə məhluludur. Yod, sonra kükürt 8 atomlu, yəni çox atomlu bərk maddə əmələ gətirir. Bir də fosfor, o da 4 atomlu, çox atomlu bərk maddə, bərk qeyri-metaldır, belə deyək. Bunlar bizim bərk aqreqat halında olan qeyri-metallarımızdır. Bu hissə tək atomludur, bu hissə isə çox atomlu qeyri-metallarımızdır. Maye aqreqat halında olan bir dənə
qeyri-metalımız. Yenə bu da göz mıncığımız var. Bu da metal yazıram. Fikrim qalıb mənim metaldır. Yeganə bir dənə qeyri-metalımızdır maye aqreqat halında. Bu bizdə bromdur. Brom 2 ilə yazılır. Bromu bordan baxın, fərqləndirin. Bor təkcə B hərfidir. Brom B-R yazılır və indeksində 2 ilə. Maye, yeganə maye aqreqat halında olan qeyri-metalımız bromdur. Brom qırmızı qəhvəyi rəngdədir. Qırmızı qəhvəyi rəngli qeyri-metalımızdır. Qırmızı qəhvəyi rəngli qeyri-metalımız deməli bromdur. İndi qaldı bir dənə qaz aqreqat halı. Maye bir dənə dedim yenə brom. Brom sözünü yadda saxlayın. Çox uşaq borla bromu qarışdırır. Bor təkcə B hərfidir. Brom B-R-dır. Bor tək atomludur, yəni təkcə B yazılır. Brom isə indeksində 2 ilə yazılır. İndi qaldı qaz aqreqat halında olan qeyri-metalımız. Maye bir dənədir. Bunu silim. Qaz çoxdur. Qaz aqreqat halında olan qeyri-metallara baxaq. Qaz aqreqat halında olan qeyri-metallarımız bir yenə tək atomlular. Helium, neon, argon. Bunlar qaz aqreqat halında olan tək atomlu qeyri-metallarımızdır. Çox atomlu qaz halında olanlar bunlardır. Hidrogen, oksigen, görürsünüz çox atomludur. İndeksində 2 ilə. Ozon, əsasən havada olan ozon O3 yazılır. Azot, N2 ilə yazılır. Flor, flor da 2 ilə yazılır. Xlor, xlor da 2 ilə yazılır. Bunlar bizdə çox atomlu qazlar, hidrogen, oksigen, azot, flor, xlor, ozon. Amma tək atomlu qazlar, helium, neon, argon, bu üçü verilib deyə mən verirəm. Amma belə deyək də, helium, neon, argon, kripton, ksenon, radon da bu tək atomlu qaza aiddir. Bunlar bizim aqreqata. İndi rənglərinə baxaq. Dedik ki, brom, qırmızı, qəhvəyi rəngli mayedir. Oksigen, hidrogen, azot rəngsizdir. Xlor isə sarı, yaşıl rəngli, sarı, evdə işlədir analarımız, yəqin ki, dezinfeksiya məqsədi ilə. Xlor sarı, yaşıl qazdır, diqqətli olun. Çox uşaq, hətta maye deyənlər, çünki elə görüb axı, xloru maye halda görmüşük. Amma xlor qaz aqreqat halındadır. Görürsünüz, istifadə edən kimi iyi bizi vurur, çünki qaz aqreqat halındadır. Dərhal havada yayılır. O, deməli, xlorun suda məhluludur, belə biz işlətdiyimiz aydındır, belə deyək. Suda yaxşı həll olur deyə xloru suda həll eləyirlər və xlorlu məhlul alırıq. Bu da bizim rənglərimiz. Deməli, brom qırmızı qəhvəyi rənglidir, xlor sarı yaşıl rənglidir. Bir də yod tünd bənövşəyi rəngli qeyri-metaldır. Yodun rəngi tünd bənövşəyi rənglidir. İndi keçdik allotropiya əmələ gətirən qeyri-metallar. Allotropiya nədir? Bir dənə element bir neçə maddə tərkibində olur. Yəni, bir neçə bəsit maddə əmələ gətirir. Buna deyilir allotropiya. Deməli, bir elementin bir neçə bəsit maddə əmələ gətirir. Allotropiya. Allotropiya xassəsi. Allotropiya əmələ gətirən elementlər, deməli, belə deyək də, daha sadə dildə desək, bir element müxtəlif formalarda olur. Bir element, düzdür, 4 dənə tutaq ki, maddə sayacaq, ayrı-ayrı maddələrdir, amma tərkibləri eyni elementdən təşkil olunur. Belə. İndi buna aid sual da verəcəm mən sizə. Qoy, izah verim, buna aid hamı dərsə qulaq asın, sual atacam. Deməli, allotropiya yaradan elementlərimiz bunlardır. Cop, sis.
Yəni karbon, oksigen, fosfor, silisium və kükürt. Bunlar allotrofiya yaradan elementlərimizdir. Bir də sayaq, karbon, oksigen, çox pis deyirəm mən uşaqlara ki, yadda qalsın. Karbon, oksigen, fosfor, silisium və kükürt. Karbonun ən çox yayılan allotropiyası almaz. Bax, görürsünüz, almaz, indi bir dəqiqə bu yazaq və qrafit. Almaz da, qrafitdə görürsünüz ayrı-ayrı maddələrdir. Amma tərkib olaraq nədən təşkil olunub? Karbondan. Aydındır? Yəni, sənə düşə bilər ki, almaz, qrafit. Burada neçə elementin adı çəkilir? Deyəsən, 2 dənə maddə görəsin, amma tərkib olaraq eyni elementdən, karbondan ibarətdir deyə, deyəsən, bir dənə element karbon elementindən ibarətdir. Biz zinət əşyalarının üzərində brilyant qaş yəqin ki eşitmişik. O həmin bax bu almazı cilalayırlar və brilyant alırlar. Cilalanmasından brilyant alırlar. Almaz olduqca bərkdir, yüksək ərimə temperaturuna malikdir, elektriki keçirmir. Çünki qeyri-metallar biz yenə deyirik elektriki keçirmir. Qrafiti isə uşaqlar, karandaşların ucuna diqqətlə baxsaq, orada parıltılı bir dənə görürsünüz. Qrafitdə hətta deyirlər ki, metallara bənzər xüsusiyyət var. Karandaşın hər birimiz, sadə karandaşın ucuna diqqətlə baxsaq, orada o parıltını hiss eləyəsiniz. Yəni bu qrafitin metala bir oxşar xüsusiyyəti desək. Məsələn, desək ki, qrafitdə metala oxşar hansı xüsusiyyət var? Deyə bilərik ki, metal parıltısına var, onda da parıltı var. Bir də cüzi elektrik keçirmə qabiliyyəti var qrafitdə. Onu uşaqlar eləyirdi, karandaşı vərəqə çəkirdilər, sonra saça yaxınlaşdırırlar, elektrik keçiriciliyi hiss olunur, cüzi də olsa, qrafitdə, yəni metala oxşar xüsusiyyət var. Biz deyirik ki, qeyri-metallar kövrək xassəlidir, ona görə görürsünüz, karandaş dəftərdə rahatlıqla iz buraxır, çünki kövrəkdir, qırılır, aydındır, ona görə də dəftərdə iz buraxır. Elektrik cərəyanını, bir dənə bu istisnadır ki, bunda elektrik cərəyanını cüzi də olsa keçirmə xassəsi var. Amma qeyri-metallar elektrik cərəyanı keçirmir. Deməli, elektrik cərəyanını keçirir. Desələr ki, bizə deyilsə ki, elektrik cərəyanı keçirən qeyri-metal deyəcəyik nə? Qrafit. Qrafiti misal göstərə bilərik. Keçdik oksigenə. Oksigenin 2 dənə allotropiyası var. Oksigen və ozon. Oksigen işarə olunur O2 ilə, ozon işarə olunur O3 ilə. Oksigen rəngsiz iyisiz qazdır. Ozon isə açıq mavi rəngli qazdır. Açıq, yəni oksigenin ozondan fərqi odur ki, açıq mavidir. Nisbətən belə iyisi, hətta qoxusu da var, kəskin qoxusu da var. Oksigen rəngsizdir, iyisizdir, amma ozon xoş iyilidir, belə deyək. Açıq mavi rənglidir. Yəni oksigenlə ozonun əsas fərqi budur. Sonra kükürdün, fosforun 3 dənə allotropiyası var. Bir dəqiqə fosfora baxaq, oksigeni qutardıq. Fosforun 3 dənə allotropiyası var. Ağ fosfor, ağ, qırmızı fosfor və qara fosfor. Deməli, 3 dənə fosforun allotropik şəkil dəyişməsi var. Ağ, qırmızı və qara fosfor. Ağ fosfor, yəqin ki, biz çox yerdə görmüş olarıq, qaranlıqda işıq saçır. Yol qıraqlarında o nişanlar vurulur, yol nişanları. Onlar görürsünüz, qaranlıq düşəndə maşınlar qəza verməsin deyə qaranlıqda işıq saçır və biz yolu, elə bir ki, yolda hərəkət nizamlamağa kömək edir. Belə deyək. Ağ fosfor adından göründüyü kimi ağ rənglidir, yəni sarıya çalan ağ deyək də, əsasən ağdır. Qırmızı fosfor, qırmızı qonur rənglidir. Qara fosfor isə qara rənglidir, qeyri-metaldır. Bunlar suda həll olunur.
Ağ fosfor əsasən saxlanılır suda. Çünki o deyir açıq havada oksigenlə reaksiyaya girir deyə kitabda şəkli də var. Ağ fosforu suda saxlayırlar. Bu da fosforun allotrofiyasıdır. Silisiumun allotrofiyası haqqında belə deyə bilərəm ki, indi kitabda silisium haqqında səhv eləmirəmsə söhbət yoxdur. Silisiumda kristallik silisium var. Və elə deyim, yəni yadınızda qalsın. Kristallik var, bir də amorf silisium var. Kristallik silisium və amorf silisium kimi iki dənə növü var. Kristallik və amorf. Kükürdün isə uşaqlar, kükürdün yenə iki dənə allotrofiyası var. Kristallik kükürd və plastik kükürd. Kristallik və plastik kükürd. Aha. İndi görək kristallik nədir? Kristallik kükürd əsasən sarı rəngli bərk maddədir, kövrəkdir. Suda həll olunur, istiliyi az da olsa keçirir, pis keçirir belə deyək. Elektriki isə keçirmir. İstiliyi cüzi keçirir, elektriki keçirmir. Kristallik kükürd biz dedik ki S8 formalı, yəni birləşmə molekul əmələ gətirir. Kükürt atomları 8 dənə kükürt atomu birləşir. S8 formasında kükürt molekulu belə deyək əmələ gətirmək xassəsinə malikdir. S8. Kristallik kükürdü deyir isitsək əriyir və bu ərimiş kükürdü, yəni kristallik kükürdü suya salsaq rezin kimi uzanan plastik kükürdə çevrilir. Amma kristallik kükürd davamlıdır. Plastik kükürd isə çevrilsə də davamsızdır. Bir müddətdən sonra yenidən qayıdır kristallik kükürdə çevrilir. Yəni bunlardan kristallik kükürd davamlıdır, plastik kükürd isə davamsızdır. Bugünkü dərsimiz yəni bu qədər. İndi gələn dəfəyə yaxşı suallar hazırlayaq. Məndə suallarım olacaq. İnşallah gələn dərs daha da mükəmməl öyrənərik.